Ay. Oyda, ne pilləkən qalxırlar, ala bunlar. Oh my god. Ala bu neyinir ala? Salam Azərbaycan. Ala, Qarğıdaldan hazırlanıb bu çörək. Doğuş olacaqsa o qadın burada yaşayır. Adamın 2 dənə arvadı var, əməli başlı ərazi verib onlara. Milyonerdir ki bu. Salam, salam, yola. Mənə verdi yarpağını ki, bunu at ağzıva, çeynə. Uşaqlar, hər vaxtınız xeyir, siz salamlayıram yeni bir videodan. Gedirik Banna qəbiləsinə. Banna qəbiləsi ən çox tanınır, biz sizdə nə ilə? O taxta üzərində gəzən uşaqlarla. Sadəcə yolda görmədim. Bura girişdir, yəni biz tullanıb eləmirik. Prosta heyvanlara görə bunu həmişə belə qoyurlar. Amma yəni bura normal giriş sayılır hal-hazırda. Bax, belə bir şey çıxırsınız. Hoppa. Hoppa. Ya, biraz da yağış atır belə. Xildə. Amma qəşəkdir hava. Çox qəşəkdir. Nə isti var, nə soyuq var. Bu nədir? What's it? It's called wild lemon. Wild lemon? Yeah. I can eat it? No. It's Ah. not possible. Ha, deyir, olmaz bunu yemək. O birisi qəbilələrə gedəndə görürdük ki, hamısı bir yerdə yaşayırlar da. Amma deyir, Banna qəbiləsi belə deyil. Banna qəbiləsinin evin biri buradadır. Başqasının evinə, o tərəfdə ikinci evi görə bilər, başqa ailənin evini, o tərəfdə başqa ailənin evini. Səbəb isə ondan ibarətdir. Bunlar maldarlıqla yanaşı daha çox əkinçiliklə məşğul olurlar və evlərin yanında böyük bir sahələr olur bunların. Hello. Naibe, ababe. Geçiyoruz onu Korea motor. Çok berkat. Mata seni yazın şey oldu. Soruşdum ki, bu qadın Hamer qəbiləsinin qadınına oxşur. Deyir, onlar adətləri və saç düzümləri Banna ilə Hamerin eynidirlər. Bir növ kökənləri eyni olubdur, sonra da ayrılıblar da belə deyək. Amma bəzi adətlər eyni qalıb ona görə. Və deyir ki, biz o bulljumping seremoniya Hamer qəbiləsində olduğu kimi bunlarda da var bu seremoniya. Baxın uşaqlar, inəklərlə elə bunu, buranın şey deyirlər, nə deyirlər ha buna? Belliyirlər deyirlər, cığıraçırlar deyirlər, nə deyirlər? Mən qınamayın, mən şəhərdə böyümüşəm, yekə başlığımdan da şəhərdə böyümüşəm demirəm, amma bilmirəm, yəni bu əkinçilik, nə ağac tanıyıram, nə toyuq düzə bilirəm, nə başım çıxmır. Ona görə adlarını da bilməm. Boşum, bununla, bu inəklərlə onu ellər, biri də buradadır. Onun aşağısı da belə bıçaq kimidir, dəmirdir bu. Amma iti deyil, no. İti deyil, amma itidir. Belə, bundan eləyirlər. Bunlar da yəqin dincəlirlər. Toyuqca da saxlayırlar həmçinin. Hani toyuqca, deyil burada, hə. Toyuqca da saxlayırlar həmçinin. Həm əkinçilik, həm heyvandarlıq. Bununla məşğul olurlar, Banna. Qarğıdaldan yaranan çörəkdir. Və indi onlar dincəlirlər, dincəlmə saatındadılar və yemək yeyirlər. Burada belə bir şey yoxdur ki, sən gəldin, tutalım ki, səndən soruşsan, sən kimsən bizim kəndə gəlmirsən. Bunu soruşmurlar deyir. Birinci deyir, səni dəvət edəcəklər kofeyə, sonra yeməyə və yaxud yemək birinci, sonra kofe. Bu yiyəsən, içəsən, ondan sonra başlayacaqlar soruşmağa ki, qardaş, sən kimsən, nətisən, nəyə gəlmirsən bura? Yəni, bunların mədəniyyətində, adətində qonağı belə qarşılayırlar. Bütün şeyi yediyi, Qarğıdalın yediyi. Uşaqlar qonaq gəlmişəm, bax indi mənə kofeni veriblər. Kofe də şeydir, kofenin özündən deyil, kofenin qabığındandır. Biz o birisi qəbilələrdən bunun dadına baxmışıq. Bu qabda mənə gələn kimi kofe verdilər. İndi mən bunu içməliyəm qonaq adəti olaraq. Əla, thank you. İndi deyir, yeməkdən də yeməlisən. Yemək də dedi ki, Qarğıdaldan hazırlanıb bu çörək. Onu batıracağım, indi dadına baxacağım. And what is it? It's kind of spicy. Ah, spicy. Yeah, interesting. Good. Yeah. One more. Şöyle çöreğin dadı bizim çöreğin dadına eyni deyil. Çünki Qarğıdalı unundan hazırlanır da. Biraz da mundarçı gələ bilər, amma Afrika gələn adam bunu düşünmür də uşaqlar. Biraz bilirəm, qab çiklidir. Məsəl üçün, qab çiklidir falan filan. Okey, amma mən bunu içirəm. Çünki
İnsanlıq, istilik, mehribançılıq bunlar daha önəmli gəlir mənə və bu adamlar bu istiliyi, bu mehribançılığı ötürürlərsə mənə, mən də bunu etməliyəm deyə düşünürəm. Mən də onlardan biri kimi davranmalıyam. Hal-hazırda çünki onların evində, onların qanunlarına uyğun yaşayıram. Burada cavan oğlanlar çox işləyirlər, həddindən artıq çox işləyirlər. Əgər qəbilə görsə ki, sən işləmirsən, zəifsən, tənbəlsən, səni birbaşa qəbilədən qovalayırlar, qoymurlar burada yaşayasan. Yəni bu insanlar hamısı, cavanlar hamısı çox güclü işləyirlər və həmçinin sən işləməlisən ki, qazanasan, əldə eləyəsən, artım eləyəsən. Çünki sən acı evlənmə vəziyyətinə gəlmək üçün sən ən azı 27 inəyin olmalıdır. Digər tərəfə gedirik. Buradakı ailəni gördük. Fermer əkinlə məşğul olmağını gördük. İndi gedirik digər tərəfə. Həm də orada bəzi meyvə ağacları var. Dedim onları da mənə göstərgənə. Görək Afrikada nə kimi meyvələr yetişir, nə formada yetişir, ağac nə formada olur. Bu banan ağaclarıdır uşaqlar. Gəlin gedin biraz yaxından sizin üçün göstərim. Baxın. Bananlar görsən nə qədərdir. Banan ağacı bu formada olmuş. Altından da gül çıxırmış hələ bir dənə. Bu nə gülüdür Allah bilir. Uy, dikan batdı. Deməli bananlar bax buradan çıxmağa başlayır, gördünüz? Buradan çıxır. İndi bu bilməm yetişəcək, böyüyəcək, böyüməyəcək. Bəlkə də böyüyəcəksə bitdi o şey. Amma belə xırda-xırda olur əvvəl, sonra cücəlib böyüməyə başlayır. Mən belə anladım. Buradakı ev tamamilə başqa formadadır. Burada ailənin oturması üçündür. Ailə burada əyləşir. İzah elədiyordu ki, bu Banna qəbiləsində bir neçə arvadlıq olur. Yəni bu birinci arvadın evidir. İkinci arvadın evi isə o tərəfdədir, orada gedəcək. Gedək içəri, görək içəridə nə var. Bir şey yoxdur əslində. What's it? Now they are making. I told you, coffee is always ready for the guests. This is Okay. coffee. Yuxarıdan da qarğıdallar asla əkin eləyəcəklər. Gələn bunun dənələrini atıb əkin eləyəcəklər. Evin üstü də bu belə samanla doludur, dolu, çoxdur. Bu bizim üçün layım sayılır. Görək limonların dadı nətərdir? İçərisi də yanmıyorsun. Əjdaha. Çox dadlı. Mən limon sevən amma yəni limon alma kimi yeyirəm həmişə. O birisi qəbilələr aşağıda deyənə onların orada hava soyuq olur, isti olur, burada soyuq olur, biraz hündürlükdə deyənə və bir vaxt dedim demədim mən yeganə qəbilədir ki, əkinçiliklə məşğul olur və hər tərəf yaşıllıqdan ibarətdir. Diş təmizləmək üçün olan ağacdır. Evdəkilərə hədiyyə olaraq da istəyirəm aparım. Dişi bununla təmizləyirlər. Evə də verim ki, evdəki what's the name of the tree? We call it kufri. Coffee? Yeah. Okay. Belə təmizləyirlər uşaqlar, sonra çiynəyib boşum. Mən o məsələ dişimizi təmizləyəcəyik ona. O tüp-püşü. Bunların evi fərqli durur. Bax This is the içərisində. village chief house Ha, for the first wife. okay. Gələn il üçün hazırlanır bunlar. Bunlar tezdən bastırılacaq, o kimi əkin gedəcək. Yeni ağaclar olacaq. Səhər deyir, çox adam gəlir. Bu 2 mərtəbəlidir bunların da evi. Orada veşlərini saxlayırlar uşaqlar. Burada da ocaqları var. Uşaqlar baxın, sırazı evin ortasında bir ocaq. 7-8 nəfər deyir, burada yatır. Uşaqlar da yuxarıda yatır. İnək dərisidir uşaqlar bu. And why do I have the room like that? Doğuş olacaqsa o qadın burada yatır. Yəni hamiləlik dövrünü burada keçirdir və yaxud da ki, doğuş prosesində burada olur. Okey, anladım. Onlar inanırlar ki, kofenin tüstüsü onlara sağlamlıq gətirir. Bir də ki, taxtaları onun tüstüsü yağlandırır da möhkəmləndirir, belə deyək. Hoppa. Bir də sizdə sual yarana bilər ki, nə oldu? Bütün qəbilələrə gedəndə heyla başqa gidə ötürürdü səni, lokal gidə, amma indi burada. Çünki özü bu qəbilədəndir. Onun haqqında mən danışacağım. Mango ağacı uşaqlar, baxın. Mango ağacı belə olurmuş. Bu da lobiyadır. Okey. Anladım. Lobi ağacı da belə olurmuş. Mən bunları birinci dəfə deyə həyatımda görürəm. Kənd uşaqları istər bilər, mən birinci dəfə də görürəm. Mənə çox maraqlı. Mangoya bax, nə şeydir. Bakıda ot qiyməti nədir bu? Prosta yetişməyib balaca.
Burada da əlavə yerlər var, baxın. Sezondur deyənə kişilər gediblər boşum. Maldarı, qoyun, quzunu otarmaqla, qadınlar da fermerliklə məşğuldular. Aşağı keçilər üçündür, qalan veşmişlərini də yığmaq üçün belədir, kladovkatda belə deyim bunlar. Okey. Oydu, nə boydu da bu? Burada yetişərməyə yaxın mangolar var, saralıb biraz. Nə boydadır buna bax. Mango ağacı belə olmuş. Dediyim kimi, hoppa. It's okay? Yes. Yaşlı rəngdədir, amma deyir, okeydir yeməyə. Kəsicə indi yiyəcək. But I must eat it. Yeah. Allah, çox dadlıdır. Bilmirəm, uşaqlar. So my name is Hailab, and which is from the Bana tribe in Umu Valley. And when I was kid, I lived with my parent on the village. A lot of white people come in my village to visit. And I asked my father, I going to go to school. He said, my son, it's not possible to go in the city and learn. Stay here in the village. You have a little goat and you can go with always in the bush side with animal. Why he said it's possible, impossible? Because our culture is we always focus on cattle breeding, Okay. animal breeding, Yeah. and farming. Then I always again asking him about this problem, Yeah. Then one day I meet the white people from Germany, and she give me the sponsorship to go to the city. I start counting the number on the school. When I go back the weekend for visit my parent, I start counting the number by English 1 up to 10. Yeah. When I count in the village, my father say, "Look at my son, he start speaking English." And when I come next weekend, I start counting A up to Z. Yeah. And I told him, my dream is become a tour guide, and I will bring a lot of white people in this village. Now, it's my village is far away from here, but we are family with this village. Yeah. That was I bring to you. Okay. Burada bilirsiniz də, malariya çox yayğındır. Amma ona qarşı minlə mübarizə tapıblar metodikaları. Malariya, bir də sarı qızdırma. Birinci arvadın, bir yağdan yol gəlir ya. Birinci arvadın həyəti burada bitdi. İndi keçirik ikinci arvadın həyətinə. Adamın 2 arvadı var, əməli başda ərazi verib onlara. Maşallah. Milyonerdir ki bu. Hamısında da əkinçiliyi var. 2 arvadın ikisi əkinçiliyi ilə məşğuldur. Eyni evdən işidən bir dənə obs arvada da tikib. Pul para var, belə qağaşda. Şərait var, ərazisi var. Baxır da 2 dənə, 3 dənə özü üçün. Nə var ala belə yaşamağa, hə? 2-3 dənə arvadın olur. Arasına bir dənə ev tikdin. Əkinçiliklə məşğuldur. O uşaqları, o arvadın özü. Bütün ərazini versən əkinçi. Özün gəlsən heyvandarlığınla məşğul olursan da. Stulları da belə tapırlar, necəsə düzəldirlər buna bax. Bu, o. Bundan da həyatı belədir. Akaşa ağacından tikilir bütün evlər. Bax, orada görürsünüz, görmürsünüz, görüm. Ümid edirəm görsənərdə, biraz qaranlıqdır. Orada yumru bir dənə şey qoyur. O arılar üçündür, bal üçündür. Pambıq da əkirlər, uşaqlar. Buna bax. Hər şey əkirlər. Normalni pambıq deyə qaqaş. Prosta bu 2 dənə ağacda, çox deyil. Hər şey əkirlər. Torpaq çox əlverişli deyə hər şey üçün. Çox qəşəng. Yəni torpaqlarında hər şey əkmək olur. Mən elə bildim, bu 2 arvadı var. Bu 3 arvadı varmış. Əraziyə bir dənə baxın, gör nə boydadır ərazi. İkinci arvadın evi oradakıdır. Bax, oradakı ev ikinci arvadın evidir. Burada əkinçilə məşğullar. İndi keçirik 3-cü arvadın evinə. Valla öldüm, bunun nə qədər arvadı var. Arvadı bol, sahəsi bol. Yaşayır da iş gözü üçün. Kayfına düşdü bu arvadın yanına gedir, kayfına düşdü o arvadın yanına. Qəribə deyil, Allah belə şey olar. Bu da böyük ərazidir, bax. Ha, keçi. Qaçma. Bağlayıblar sən. Yalandan qaçma. Artist deyirəm mən üçün. Bu kişi yorulmur bu arvadların arasında gəzməklə. Mən ucu yoruldum. Allah, bunun oxuna bax. Onun oxuna bax, thank you. Oh, hello. Salam, hello. Nasıl ben zıtıyla?
Deməli, əgər bu jumping seremoniyasıdsa, bunlar qırmızıya eləyirlər saçlarını, amma hammer kimi həmişə qırmızıda gəzmirlər. Deyir, dediyim kimi, bunlar qonaq gələn kimi kofe verirlər, yəni bax bu dəqiqə o tələsir ki, sənin üçün kofe düzətsin, ocaq qalır, kofe düzətsin, sənə kofe versin. Yəni bunlarda qonaqpərvərlik yüksək səviyyədədir. Bax gətirdi, hazır içəridə ocaq var idi, kofe də içəridə idi hazır. Onu gətirdi, qoydu ora. Gətirdi, onu qoydu orası razı. İçəridən ocağı gətirdi, onsa içəridə kofe hazır idi. Pişirdi. İndi gətirdi, onu sadəcə çöldə əmələ gətirməyə. Onu da qoydu ora. Все. Okey. 3 arvadın üçü də buradaymış. Mən indi başa düşdüm məsələn. Saçlarına baxdım, ondan anladım. 3 arvadın üçü də buradaymış. Mehriban yadasını yaşayırlar. Deməli, bu qız dedi ki, istəyirəm şəklimi çəkəsən mənim, sonra göndərəsən elab kağız olaraq onu çıxardıb mənə gətsin. Mən də onu indi evlərin qabağında şəklini çəkməyə qərarına gəldim. Burada çəkəcəm indi onu. İndi isə hazırlaşır o, bəzənir düzənlik şəkildə qəşəyə düşsün. What şəs? Deyir ki, sən tüklüsən, burada tüklü kimsə var bunların kəndində, mənə də ona oxşadır. Bunlarda əslində tük olmur axı, məsələ o normal. Bu qəbilə yaşayır deyənə, dağınıq yaşayır deyənə, bunları heç bir yerdə biz görə bilmirik nəticə etibarən. O biri qəbilələr kimi deyirlər. Amma faktiki ayrı-ayrılıqda da olsa gördük və bunlarda bir də uşaqlar var, taxta üzərində gəzənlər. Onların da səbəbi niyyədir, nə üçündür, onları deyəcəm. Onlar da müxtəlif yerlərdə ola bilirlər. İndi biz onları dedik, dağ tərəfdə olmalıdır, gedib orada axtarmalıyıq, qalxmalıyıq oyunduruya. İndi qaydacaq maşınla gedib onları axtarmağa başlayacaq, görə onlar dadırlar. Kişilər hərə bir tərəfdə, uşaqlar hərə bir tərəfdə, oğlan uşaqları, qadınlar da fermerliklə öz əkin sahələrində məşğul olurlar. Bəzəyim düzəlib gəlir. Kam. 2 dənə açqı taxıb qabağa arxaya, okey. Ya, okey. Okay? Good? Good. Afrikada vəziyyət zordur. Ne gülürsən, dinən də? Dinən, Afrikada vəziyyət zordur. You can't? Afrika'da Afrika diye bilmiyor, Afrika değil. Afrika'da vəziyyət zordur. Yeah! Come pene fayani? Really? No, it's too long. Give me short words. Çoro marteste? Den? Nian? Çoro marteste nian? What it means? Go when you go back your country, come again here. Okay. We are welcoming people. Okay. I will. Okay, let's go. Düşünürəm bu qəbilədən çıxmaq lazımdır. Günəşin zəngdə olan vaxtı burada küçəyə çıxmaq lazımdır. Ya səhər 12-dən qabaq olmasan hardasa, ya da günorta saat 3-dən sonra harasa get. Yəni o aralıqda yandırıb tökür günəş adamı. Pis günə qoyur adamı. Neyse, biz yolumuza davam edək. Yenə maraqlı bir şeylər olsa sizinlə paylaşacağım. Maraqlı bir şeylər olsa, yəni ən maraqlı bu qəbilənin o uşaqlarıdır. Gərək gedək indi o uşaqları axtaraq. Köppə uşağı hardadılar Allah bilir. Hə, sonra bannadan sonra buna baxacağım videonun əvvəlinə ya sonrasına qoyacağım. Geyci bir dənə çat ağacı var. Onunla sizi tanış edəcəm. Bu şeydir, deyir, şey kimi, balqabaq kimi bitkidir. Bu böyüyür. Böyüyəndən sonra bunu istifadə edəndən sonra kəsirlər. Bundan əmələ gəlir. O bir yağda stəkanda sizə şey içirəm ha. Taxta formasında olan stəkan gördünüz, içirdim kofeni. Həmən kofi bu bitkidən əmələ gəlir. Bu bitki böyüyür, o boyda olur. Sonra onu kəsirlər, içərisini istifadə edirlər. Qabığından da belə. Allah yenə mango ağacı. Hər yer mangodur. Qardaş, bunun biri Bakıda 3-4 manatdır. Okey. Ağacın necə olduğunu göstərdi bizə və biz onun harada satıldığı yerə gedəcəyik. Bu barədə isə çatın nə olduğu barədə danışacağım. Bunu indi yiyeyim görəsən. It's like gum. You chewing like gum. Don't slow.
Acıdır. Dadını bəyənmədim. Acı da deyil, qəribə dadı var. Amma gedib marketdəkinə baxaraq, orada o barədə danışsın. Bir növ zərərli maddələrdən biri kimi bir şeydir, effekti var. Yəni, deyir ki, bunu adam cəmaat yeyir, getdi. Onun arasında da uşaqlar. O iki dağın arasında da həmən taxtada gəzən uşaqlar gedirik onları görməyə. Uşaqlar gəldik, keçdik şeyin, mamanın maşını sönüb, qalmışıq belə. Xoşum, 3 nəfərdə bu maşını itələyib çıxardan bərik. Bu boyda maşını nətər itələyib çıxardaq? Yeni bir minin ağaraq. Dünən sönmüşdü bir dəfə yeni vəziyyətdə. Oradan çıxartdıq bu. Vəziyyət amma o deyil, çox ağırdır. Buradan çıxartmaq olur. Biraz sündürüyə doğrudur, yəni çıxartmaq olmur. Ya. Finish, ja. Finish. Qardaş gəldi, oyuna bir tər çıxarda bildik. Hoppa! Öldü, day. Tersi içində oldu. Grijanı böyütdüm biraz da. 8 milli grijan var idi. Kaldırdım onu da biraz yukarı. Uşaqlar, biz buradan ipi aşdılar, checkingdən keçdi. Yəni rahat keçmədik. Cəmaət buradan yoxlanışla keçir ki, yəni yoxlayırlar. Mənim pasportuma baxmadılar ağ adamam deyən, amma bunlar normalda cəmaət keçir buradan Kenyaya, Kenyadan da Kanadaya gedir deyənə bu yoxlanış mövcuddur. Açdılar, heç işini soruşmadılar, açdılar. Yəni ki, mənə görə açdılar da. Bir də mən burada uşaqla polis da görmədim. Nə polis görmüşəm, nə hərbiçi görmüşəm, heç bir. Bu formatda işini görməmişəm. Yiyəsizlik də yəni əmələ başladı. Bu yiyəsizlikdir. Nəsə təhlükəli bir şeydir, bu yaxşı bir şeydir. Qanunun işləmədiyi yerdir deməli. Mursi qəbiləsinə bizə kömək olan qaqaş buradaydı, təsadüfən görüşdük. O dedi ki, gəlin mən sizə aparım birinci çatı yoxlayın, ondan sonra gedərsiniz o adamla yanına. Biz indi çatın dalıca gedirik. Görək çat nə mənə şeydir. Ondan sonra gedəcəyik o uşaqların yanına. Lain kita ukur lenyar lem. Anulatin cat. Ay zembla sana kaso. Anulatin catan da bana. Şaç mı onun? Vay. Era zembla Give for you like. Yeah, we get other places to chew. Entonces esto me llama. No, we keep it. Keep it? Okay. Budur, çat budur. Söhbətdən gördüyünüz kimi qardaş vermək istəmirdi. Dedi ya bunlar yapışıblar ki, ala bir dənə ver test eləyək də bizim üçün test üçün maraqlıdır. Bu da yapışıb ki, ala yox bu mənim deyə mənim özüm üçün kifayətdir. Yəni başqasına vermək istəmirəm. Boşun bir tər yalvarıb bu qədərini aldılar. Yalvarmaq, spor zat falan filan. Yəni bildiyiniz dediyim kimi zərərli maddələrdən biridir, amma burada sadəcə ağac kimidir. Yəni məsəl üçün bu yəqin ki bu ölkədən çıxacağı halda bildiyimiz maddələrə çevriləcək, yəni legal olmayacaq. Amma buradakı halda bu kofe kimi bir şeydir. Yəni kofe olaraq, like the coffee da, yəni bunu kofe kimi yeyirlər, çiynəyirlər. Kofe necə bizi ayıldır, bizim ağlımızı yerinə gətirir, key kimi isə düzəldir. Bu da yeni söhbətdir. Deyir orada da satırlar, ged ora. Bax, çox sadə formada, çöldə bayırda bu satılır yəni. Bu, yəni həmən maddələrdən, amma yenə deyirəm, bu sadə bir şeydir bura üçün. 400 for each for like this. Each, Like this 400. like this 400. Yeah. Bu boyduya, oy, sorry. No problem. Bu boyduya 400. Bizim puldan 4 manat tartsa, 4 manat 50 qəpik, 4 manat 40 qəpik veririk buna. Bu boyda şey bir dənə adam üçündür. Başa düşdünüz nədir məsələ? Mən onsuz onu istifadə etmək istəmirəm. Sadəcə dadımaq istəyirəm ki, görüm nə mənə şeydir bu. Amma yəni burada insanlar bunu yaxşı hiss etmək üçün və ağıllarını belə deyim, daha yaxşı işləməsi üçün, günlərinin yaxşı keçməsi üçün gündəlik olaraq bundan istifadə edirlər. Burada plantasiyalar çoxdur bundan bağlı. Təsəvvür edin, səhər yeməyinə, günorta yeməyinə, axşam yeməyinə hamısına bundan yeyirlər, çeynəyirlər daha doğrusu. Yəni bu əslində bildiyimiz kimi, dediyim kimi zərərli maddələrdən biridir, amma çox böyük istifadəsi var bunun. Gedək indi görək, bunlar mən başa düşmədim. Mən bunlara dedim ki, mən bunun nə olduğunu bilmək istəyirəm. Bunlar nə edirlər, heç şey anlamıram. İndi birazdan prosesdən anlayacaq nədir. Mənə verdi yarpağını ki, bunu at ağzıva, çeynə. Bir sadəcə ağzını saxla. Tek mi o? Qoyun kimi otlayıram. Biz bir yax gördünüz də bu çatı aldıq. Bu çat əslində yaxşı maddə olaraq deyil, amma
Bu da çox sadə bir şeydir. Yəni olsa bu zaten bura məxsusdur. Heç bir yerdə siz bunu tapa bilməzsiniz. Əvvəl çeynəməliyəm, sonra yeməliyəm. Biraz bir prob elədim, biraz indi prob eləyəcəm. People can find it on the market. Yeah, no, but they came from Jinka, but the Benna and Mursis, they are not growing this chat here. Only we are buying from Jinka, from Ari tribes. Okay. Instagram üçün də çəkək. Bu kofe kimi insanı belə dirçəldən bir şeydir. Bunu yedin, yatmırsan, beynin bomba işləyir, zor olursan, kefin yaxşı olur. Hardasa həmən zərərli maddələrin effektini verir, amma legal bir şeydir, sadəcə bitkidir. Atırlar ağızlarına, çeynəyirlər əvvəl, çeynəyəndən sonra da yeyirlər onu. Birazdan da basıb yedizirim mənə, bilməm axırım necə olacaq. Wow. Qoyun kimi otladım ancaq. Sarı gurru. Qorxuram bezdən mənə gizə öyrərim. Bunlar üçün adi bir şey deyil. Mən birinci dəfədə belə şey istifadə edirəm. Görək başıma nə gəlir. Biz o uşaqların yanına çatırıq uşaqlar. Uşaqlar da buradaymışlar, gənclər. Gəldik bu uşaqların da yanına. Bunları görməyə. How are you? Mən bunu prob eləmək istəyirəm uşaqlar, görmə eləyə bilərəm. Vadir, bu rahat bir, bu balacanın ki balacadır, bu adam hardasa bir 5-6 metr hündürlükdə var da yəni ki, və yaxud da 4 metr hündürlükdə var. Yəni asan deyil gördüyünüz kimi, çox çətin bir şeydir, amma hətta mən bunu özüm də test eləmək istəyirəm birazdan, görüm nə mənə şeydir bu, nətər eləmək olur bunu. Əsas səbəbi odur ki, inəkləri, zatları otlayanda uzaqdan görə bilsinlər, hündürlükdən baxa bilsinlər, nəzarət eləyə bilsinlər. Amma həmçinin ki, ilan zatları qorunmaq üçün bu istifadə olunub. Əvvəldən olub, vərdiş olub, adət olubdur. İndi formasını dəyişdirərək turistlərə görə bunu eləyirlər yenə. Tötüşün zırılıb, Tötüşün zırılıb, qaqa. Zor uşaqlarla. Okay. Come. Ala keçdilər hamısı. Qəşəng qaqam qəşəng. Ya görüm sən də balaca. Ola bu balaca da keçdi. Zordular. Okay. Sıcam bunu test eləyim. Görüm alınır alınmır. Oy bulin. O çətin diye qaqaş. Hoppa. Oy. Kala Ay bulin. Yo. Çox çətindir uşaqlar. Hoppa. Çox çətindir. Let me. Allah yox o çox çətindir. Çox çətindir uşaqlar. Oy. Qolların cırıldayı da. Okay. Hop. Allah bunu nətər çıxırlar buna bura. Ay. Allah. Bu mənliydi. Oh my god. Allah bu neyinir Allah. Bir deneyle gir Allah. Allah bu nətər inir bunu. Bu ne? Kollarım ağrıdı, ayaqlarım cırıldı. Ama it's difficult. Yeah, it's very difficult. Or your physical on come on your arm, you know. Ya. Yes, you control your body. Allah bu neyinir? Ola bir deneyle geri bu. Ben bir deneyle eləyənmədim. Bu bir deneyle balansa bir dene. Bunlar əvvəl köhnə kişilərdə olubdu. İndiki cavanlar yalnız turistlərin xəbəri var bu şeyin olduğundan. Gələndə ehtiyac duyulur deyənə göstərdik. Amma əslində bu adətən itib də yəni aralarında. Sadəcə turistlər üçün bunu göstərirlər ki, bizim keçmişimizdə belə istifadə olunub bu. Sus. Throw them at us. Let's take it. Let's give me.
Oyda, ne pilləkən qalxırlar, ala bunlar. Ala bu uşaqlar, ala bu neyinir o? Dəlidirlər uşaqlar. Ala niye? Ala yavaş yavaş. Be careful. Oyda. Uşaqlar pilləkən düşürlər, pilləkən. Zarafat deyil bu. Kam. Gəl görüm canım. Sən oğulsan. Ala bu nə qar səsə? Dəhşətdilər uşaqlar. Mən bunu bir dəfə prov elədim, alınmadı. Bu mənim başımın üstünə keçib pilləkən düşür. Buna bax, balacaya bax, buna bax. Böyüdür, balaca deyil. Deməli uşaqları da gördük. Benna qəbiləsinin həyat tərzi ilə tanış olduq. İndi isə bu uşaqların yanında belə bir satış reallaşır, satış var. İndi istəyirəm onlardan nəsə alım. Hə, mən bu qolbaqlardan axtarırdım. Qoy görə bunu neçəyə verirlər bunlar. 1000. It's more. I give it 500. Okay, en ammisini gazavut yalanı satışal. Okay, qardaş mənə birinə hədiyyə elədi bunu. Güllədən əldə olunur bu. Bunlar gülləni yığırlar. Sonra güllənin dəmirini boşum əridi, bunu düzəldirlər. Okay. Okay, maşallah belə görsəndiyini qolumda. Başqa naxışlarını istəyirəm onun. Hamısı eynidir naxışı, ona görə. Eyni şeylərdir prinsipi qalanları. Bunları nə edirəm? Bunların heç bir mənə marağı deyil. Qolba. Burada isə üzüyü də var elə. Üzüyü taxanda eləm, amma bu söhbətlər maraqlıdır. Xatirə qalsın da mən üçün. Belə bir üzüydür. Üzü heç barmağımı yiyim, mən taxası deyiləm. Mən harama taxacam. Belə yerə gəzirəm deyən özümə bir xatirə üzərimdə həmişə onu daşımaq istəyirəm. Bir yaddaş şeyi kimi ki, həmişə yadıma düşsün ki, Allah mən gəzmişəm, onu görmüşəm, bunu görmüşəm. Ona görə məsələn Tanzaniyadan sep aldım, diş, Hindistandan sep aldım, buradan sep aldım, qolbaq da alıram. Ki bu həm gündəliyə taxası da deyilsən, amma hər dəfə görəndə də bir xatirə oyadacaq. Amma bu qolbaqları çox güman ki, mən gündəliyə də taxa biləcəm. 3 dənə də əlavə aldım. Deməli, toplam 15 manat pul verəcəm. Bazarda mənə bunun birini 15 manat satırlar, təsəvvür edin. Hə, birini almışdım, 3 dənə də əlavə aldım. Qardaş, onların da pulunu verirəm. Let's say, salam Azərbaycan. Salam. Azərbaycan yox, hala, Azərbaycan. Yes. Salam Azərbaycan. Salam Azerbaycan. Thank you. Okay. Bana ödünəşi. Bana ne şöyle naşati? Again. Ha? Bana ne şöyle ne şey? Bana ne şöyle ne şey? Yes. Bana ne şöyle ne şey? Bana ne şöyle ne şey? Biz bana sevirik olur. I forget. Bana ne şöyle ne şey? Ne şöyle ne şey? Biz bandanı sevirik deməkdir. Uşaqlar, Banna qəbiləsi ilə tanış olduq, gəzdik, mədəniyyəti ilə, kimlikləri ilə, necə yaşadıqlarını gördük. Ailə həyatlarından xəbərimiz oldu. Bu gözəl körpə balaları gördük ki, necə taxtanın üstündə gəzirlər. Hətta çalışdım eləyim, alınmadı. Mənlik deyilmiş. Nəysə, uzun sözün qısası. Uşaqlar, istəyirəm sizə sağ olaşım. Videonu bəyənməyi, kanalı bəyənməyi, kanalı izləməyi, komment yazmağı və like etməyi unutmayın. Guys, say goodbye. 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 Uşaqlara bir dənə şirniyyatlarımıza verək. Share, otherwise. Okay, you can. No. Çox qarışıqlıq düşür deyənə, bax bu qayda ilə eləməyə məcbur qalırlar. Çünki hamı gəlir, ikinci kruq da gəlir istəyirlər. Sonra alınmır, aləm dəyər bir-birinə. Go. More is with the kids. Bunlar saqqallarını, saçını sadəcə lezva ilə eləyərək qırxırlar deyənə mən bunlara lezva da vermək istəyirəm. Andan bu sefer. Take one for you. Hello. Aslan. İstatali o allakum. Kasır. Qutardı. Hətta bundan 3 paşka almışım, o birisi qəbilələrdə də paylamışam deyənə bitdi. Belə uşaqlar gəlib həm də öz belə xoş niyyətinizlə nəsə kiçik bir şey eləyə bilərsiniz. Mən bunlara toplam 20-25 manat pul xərcləyib onları sevindirdim. Heç nə, görüşərik. Hələlik. See you.